11-ci siniflə və imtahan verməyə hazırlaşanlar, əgər esse yaza bilmirsənsə, bu video sənin üçündür. Çoxsaylı istəklər nəzərə alaraq biz bugün esse yazmağı sizlərə öyrədəcəyik. Necə? Sən bu videonu sona qədər izləsən, biləcəksən. Esse yazmaq asan bir şəkildə, yorucu qrammatika olmadan, yorucu müəllimlərin sənə çətin bir şəkildə qrammatika deyərək səni qorxutduqları və sənin yaza bilmədiyin esseni sən bu videoda artıq öyrənəcəksən. Ona görə kanalımıza abunə olaq və bu videonu paylaşmağı unutmayaq dostlarımızla. O zaman ekrana yaxın əyləş, bu video sənin üçündür. Hər kəsə salamlar. Bugün biz sizinlə esse yazmaqda xoş gördük. Yəni bugün sən bu dərsdən sonra yorucu qrammatik olmadan mən dəfələrlə videolar qabağıma çıxıb, dərslər qabağıma çıxıb esse yazmaq 20 dəqiqə, yarım saat, 1 saat adam esse dərsi keçir. Sən orada başa düşmürsən ki, bu adam sənə nə demək istəyir? Qrammatikana yorulur. Bu adam İngiliscə danışa bilmir. Bu adam 11-ci sinif şagirdidir. Bu adam imtahan verməyə hazırlaşır. Sən bunları elə formada öyrətməlisən ki, qarşındakı yorulmasın, bezməsin, qorxmasın. Və hər dəfə sən onu dərsi açanda sənə görəcək ki, bu yenə başladı, bu yenə belə danışdı. Yəni sən o adam yorulacaq. Həmin adamın yerinə özümüzü qoymaq lazımdır. Yəni sən bugünkü ingiliscə bilirsən, sənə asant gələ bilər. Və dediyi gün də sənə asant qəbul edə bilərsən. Amma qarşındakı onu qəbul edə bilmir axı. Yəni sən çətin dili danışmaq lazım deyil. Yəni o qrammatikana danışmaq lazım deyil. Amma sənə bu dərsdən dostlar, bu dərsdən sən artıq ingilis dilində hətta esse yazmaq yox ha. Sən kiməsə də öyrədə bilərsən. Ya bunu sizə tamamilə nə deyirəm? Çox uzun çəkməyəcəm ki, çox uzun-uzadı olmasın. Siz də sona qədər baxa bilərsiniz. Yəni səbriniz çatsın. Yəni esse yazma çox asan bir şəkildə qurduğumuz, öyrəndiyimiz sözlərlə və sadəcə esse yazmaq üçün əsas 3 hissəyə fikir vermək lazımdır. Introduction, girişə, body, əsas hissəyə, bir də conclusion, yəni conclusion, üzr istəyirəm, yəni nəticəyə. Yəni demək istədiyim odur ki, bu əsas 3 hissəyə baxsan. Bax gör suala, gör səndən nə tələb edir və çərçivələrdən qırağa çıxmamaqla bunu yazmaq lazımdır. Yəni mən sənə esse yazmağı asan bir şəkildə öyrədəcəm. Yəni çox asan bir şəkildə ki, sən bunu, yəni nə səviyyədə olursansa ol, istəyir A1 səviyyə ol, istəyir B1 səviyyə ol, istəyir ingilis dilinə yaxından və uzaqdan əlaqən olmasa belə, sən bunları hər gün gündəlik ifadə eşitdiyin sözlərlə belə sənin üçün esse yazmağı quracam. O zaman keçək dərsimizə. Kanalımıza abunə olmağı, dərsləri paylaşmağı unutmayın dostlar. Amma videonun axıra qədər izləyin ki, faydamız deyilsin. Faydamız deyilsinsə daha doğrusu. Demək, birinci dərs, esse üçün əsas sözlər. Yəni, esseni siz çaşdırmayın yəni özü beynimizdə. Mən siz üçün burada sözlər qurmuşam. Bax, elə bir sözlərdir ki bunlar. Bunların əsasında mən siz üçün esse yazmağı öyrədəcəm. I think, məsələn, mən düşünürəm. Believe, mən inanıram. Yəni, A1, A2 sözlərlə quracam, çalışacam ki, yeni başlayanlar üçün faydamız deyilsin. In my opinion, mənim fikrimcə, for me, mənim üçün, məsəl üçün, sıralama sözü, first, second, ikinci, then, sonra, finally, sonda, asan yavaş qaldırıram yuxarı, siz öyrənəsiniz. Sadəcə bu sözləri də əzbərləmək gərəkir, ha, dostlar, yəni, indi deyəcəm. Əlaqələndirici sözlər, məsəl üçün, and, və, or da ola bilər, or və ya, but, amma, because, çünki, so, buna görə, also, həmçinin, nümunə göstərir, məsələn, for example, məsələn, nəticə, inclusion, in conclusion, nəticə, to sum up, yekun olaraq. Yəni, easy deyirəm. Esse yazmaq ev tikmək kimidir. Əvvəlcə, burada yazmışam hamısı. Əvvəl giriş yazırıq. Dediyimiz kimi, introduction, giriş yazırıq. Sonra fikrimizi yazırıq. Əsas hissə, fikrimiz, body. Düzdürmü? Axırda nəticəni yazırıq. Conclusion. Nəticəni yazırıq. Bu sözlər cümlələri bir-birinə bağlamaq üçündür. Məsələn, nümunə. Misal üçün, mən sizin burada həmin o dediyim, yazdığım sözlər var, ha, burada yazdığım sözlər. Həmin o yazdığım sözlərlə indi mən esse yazacağım burada. Hazır yazmışam, hazır şəkildə esse yazmışam. Misal üçün, I think English important. Düzdürmü?
mən düşünürəm ki, ingilis dili vacibdir. Düzdürmü? Məsələn, bax, I think yuxarıda. Düşünürəm ki, bu A1, A2 sözlərdir. Dostlar, burada sadəcə sözləri biraz əzbərləmək lazımdır. Bir də 3 dediyim bu qaydaya diqqət eləmək lazımdır. Əvvəl girişin necə başlayırsansa, yəni gözəl olar ki, məsələn, B2, C1 səviyyə üzrə yazsan, daha mükəmməl olar və oxuyan adam görəcək ki, necə də səviyyəsi, yəni level üstün olan bir ingilis dili şagirdi ki, və gözəl də cümlələr anlar. İndi yox, sən öyrənməyə başlayırıqsa biz, A1, A2 ilə başlayaq ki, yazmağı öyrənək. Sonra isə davam edəcəyik. Sonra fikirlərimizi yazırıq. Sonra axır nəticəni yazacağıq. Misal üçün, I think English important. Mən düşünürəm ki, ingilis dili vacibdir. Okay? First, baxın, orada istifadə etdiyim sözlərdir ya. Kənara çıxmıram. Sadəcə 5-3 dənə söz əzbərləyirəm və ona fikrimi qurmağa çalışıram. First, English helps people. Düzdürmü? Birincisi, first. Birincisi, İngilis helps people. İngilis dili insanlara kömək edir. Okay? For example, baxın, sözləri əzbərləyin, oradakilər yazmışam. For example, məsələn, we can travel. Biz səyahət edə bilirik. Yəni, İngilis dili öyrənməklə. In conclusion, İngilis dili useful. In conclusion, English is useful. Okay? Nəticə, İngilis dili faydalıdır. Faydalıdır. Useful. Okay. Bax burada, məsələn, essay yazırıq. English, language, A1-1, A1-2 level. Okay. Bu essay dili zəif olan 11-ci sinif şagirdi üçün sadə hazırlanır. Mən bunu 11-ci siniflər üçün nəzərdə tutmuşam ən çox da. Yəni bunu digər adamlar da, tələbələr də, 30 yaşda da, 35 yaşda da olan bir insan da bunu öyrənə bilər də. Yəni çox asan bir şəkildə hazırlamışam yəni. English. Bunu biraz böyütüm siz üçün. Baxın indi essay yazma necə olur onu öyrədirəm. Demək, burada çətin bir şey yoxdur. Baxın, əsas məsələyə. Demək, əsas girişə baxırıq. Introduction, girişə. Görək nə deyir bizə, nə tələb olunur. İkinci, body. Əsas hissəyə baxırıq. Əsas nədir burada? Tələb olunan nədir? Üçüncü, nəticənin sonuna yazırıq. Conclusion. Okay? Nəticənin sonunda yazırıq. Demək, why English important? Niyə İngilis dili vacibdir? Məsələn, mən bunu haqqında yazıram. Bu bizim başlanğıcımız olsun. Məsələn, I think English is very important. Okay? Mən düşünürəm ki, İngilis dili çox vacibdir. I think, düşünürəm. Mən, yəni, okay? Think, düşünürəm. English is very important. Çox vacibdir, very, çox vacibdir. Okay? Yəni, asan, gündəlik eşitdiyimiz ən çoxdakı videolarda qabağımıza çıxan sözlərdir ya. Bunlar çox sadə bildirilir. Okay? Getdik. First, birincisi, English, yəni İngilis dili, helps, kömək edir, people, insanlara, communicate, okay? Ünsiyyət qurmağa kömək edir. Communicate. Heyecanlarla da bölürəm ki, rahat bir şəkildə olsun sizin. Siz də bunu ekranda baxıb, screen edib öyrənə bilərsiniz. Birincisi, İngilis dili insanlara ünsiyyət qurmağa kömək edir. First, English helps people communicate. İngilis dili kömək edir. Second, ikincisi, we can't learn many new things. Okay? İkincisi, biz çox yeni şeylər öyrənə bilərik. We can learn, öyrənə bilərik. Many new things. Okay? Yeni şeylər öyrənə bilərik. Yəni bunlar mən orada yazdığım sözlərlə siz üçün hazırlayıram ki, yazmağa çalışıram. Biz asan bir şəkildə yaza bilək. For example, məsələn, we can watch videos and read books in English. Okay? For example, məsələn, biz watch videolara baxa and və read books in English. Okay? Kitablar oxuya bilərik. Also,
Həmçinin English helps us find a good job. Okay? Good job. Find a good job. Yəni həmçinin ingilis dili bizə yaxşı iş tapmağa kömək edir. Also English helps us find a good job. Okay? Bizi yaxşı iş tapmağa kömək edir. English, bax, also, baxın, həmçinin English, ingilis dili, helps. Yəni bunları ayrı-ayrılıqda deyirəm ki, bizim A1, A2 səviyyədə istifadə etdiyimiz sözlərdir deyə. Yəni bunlar başlanğıc insanlara çox asan. English helps us find a good job. İş tapmağa kömək edir. Introduction. I believe. Aha, burada səsləndirmə oxuyur. I believe English is useful for everyone. Okay? Everyone. Nəticədə mən inanıram ki, I believe English is useful. İngilis dili hər kəs üçün, yəni faydalıdır. For everyone. Hər kəs üçün faydalıdır. English is useful for everyone. Hər kəs üçün. Everyone. Hər kəs üçün faydalıdır. Okay? Bu essedə, bax yazmışam, bu essedə istifadə olunan sözlər I think, mən düşünürəm, first, birinci, second, ikinci, for example, məsələn, also, həmçinin, in conclusion, nəticə, I believe, mən inanıram. Və bu sözlərdən istifadə olunaraq yazılmış essedir. Ümid edirəm ki, bu fayda olur. Demək ki, nə oldu burada? Toparlayıram bütün hamısını dediklərimi. Əsas vacib olan introduction, girişdir, body'dir, conclusion'dır, nəticədir. Body əsasdır, yəni conclusion nəticə olaraq fikirləşmək və bir də gün ərzində söz bazamızı artırmaq lazımdır. Gün ərzində bir 10 dəqiqə, 15 dəqiqə, hər gün yeni bir 10 söz öyrənsəniz, məsələn 5-10 söz öyrənsəniz, siz artıq esse yazmaq asan bir şəkildə öyrənmiş olacaqsınız. Mən burada siz üçün nümunə halında hazırladım. Kanalımıza abunə olaq. Ümid edirəm faydalı olsa, əgər sizə faydası deyilsə, şərhlərdə bildirməyi, kommentariyada öz fikirlərinizi bildirməyi, yaxşıdır, pisdir, mənfi rəyiniz də ola bilər, müsbət rəyiniz də ola bilər, bizim üçün dəyərlidir. Öz fikirlərinizi yazmağı və kanalımıza abunə olmağı unutmayın. Növbəti dərsdə görüşmək ümidi ilə. Əgər hər hansı bir sıxıntı da varsa, sualınız da varsa və ya hansısa bir dərs haqqında video hazırlamamı istəyirsinizsə də kommentariya bölməsində yaza bilərsiniz. Görüşmək ümidi ilə. Allah'a emanet olun.